Əziz və hörmətli izləyicilər, İzə Nəşriyyatının komandası olaraq keçirdiyimiz tədbirlərdə müəllimlərimizə bizə təklif və ürək sözlərini yazmaqlarını xahiş etmişdik. Müəllimlərimiz elə gözəl, elə içdən, elə səmimi sözlər yazmışlar ki, bunları sizinlə bölüşmək istəyirik. Gözəl tədbirləriniz üçün sizə öz təşəkkürümü bildirirəm. Elə gözəl kitablar yazmışsınız ki, əlavə təklifim yoxdur. Demək olar ki, kitablarda olan nöqsanlar hamısı düzəlir. Kitabın materialları daha yaxşı materiallardan hazırlanıb. Keçən dəfəki kitabların materialları içərisində olan səhvlər hamısı düzəlib. Daha oxunaqlı, daha rəngarəng olur. Bütün bunlar üçün sizə ancaq təşəkkür düşür. Təşəkkür edirəm hər şey üçün. Sizin bu tədbirləriniz bizi daha da ruhlandırır, özümüzü daha dəyərli hiss etdirir. Hədiyyəniz üçün təşəkkür edirəm. Yeganə xanıma biz də təşəkkür edirik. Hər şeyə görə təşəkkür edirəm. Artıq 5 ildən çoxdur ki, sizin İzənin kitablarından istifadə edirəm. Elə bu səbəbdən də çox şagirdim 50-dən artıq bal toplayıb 60-a qarşı. İndi 1-ci sinifimdə bu estafeti davam etdirəcək. Yeganə Sadatovaya öz xoş sözləri üçün təşəkkür edirik. İlk öncə bu cür əhatəli, geniş, maraqlı vəsaitlər üçün təşəkkür edirəm. Bu qədər müəllimi bir araya gətirdiyiniz üçün xüsusi təşəkkürümü bildirirəm. Və söz verirəm ki, qırmızı qələmlə səhvlərin yox, düzlərin altından xətt çəkəcəm. Səfərova Nüranə müəlliməyə xoş sözlər üçün təşəkkür edirik. İzə Nəşriyyatına öz adımdan və valideynlər adından sonsuz təşəkkürümü bildirirəm. Əvvəlki ildən fərqli olaraq həm kağızların keyfiyyəti, həm də tapşırıqların bugünkü təhsilin tələblərinə uyğun olması çox təqdirə layiqdir. Uşaqları və müəllimləri həvəsləndirmək və stimul verici tədbirlərin keçirilməsi alqışa layiqdir. Nəşriyyatın hazırladığı məşğələ vəsaitləri, yazı dəftərləri və öyrədici kitabçalar həm dizayn, həm də məzmun baxımından uşaqların yaş xüsusiyyətlərinə uyğun şəkildə tərtib olunub. Vəsaitlərin dili sadə, tapşırıqlar anlaşılandır. İzə Nəşriyyatının fəaliyyətini yüksək qiymətləndirir və alqışlayıram. Sizə bu çətin və şərəfli yolda uğurlar arzulayıram. Mehriban Vəliyevaya xoş sözlər üçün təşəkkürlər. Bizim üçün ailə olan İzə Nəşriyyatçıları, daha aydın desəm dostlarımız. Bu gözəl görüş üçün sizə öz dərin təşəkkürümü bildirirəm. Mikail müəllimin çıxışları bizim üçün motivasiya oldu. Günləri Həsənova müəlliməyə dəyərli fikirlər üçün təşəkkürümüzü bildiririk. İzə Nəşriyyatı olaraq sizlərin bütün müəlliflərini başqa fəxrlə demək istədiyim Mikail müəllimi salamlayırıq və sizinlə qürur duyuruq. İzə kitabları və testlərindən istifadə edirik. 27 illik ibtidai sinif müəllimi olaraq demək istəyirəm ki, şagirdlərin bu kitabları çox sevir. Sevimli testinizi işləyin deyəndə onlar İzə testimizi işləyək müəllim deyə cavab verirlər. Demək ki, siz həm də şagirdlərin marağını qazanmışsınız. Sizə uğurlar arzu edirəm, var olasınız. Həmişə yazasınız, qələminizə qüvvət. Qasımova Mafra müəllimə öz təşəkkürümüzü bildiririk. Elm sahəsində bizə yol göstərir hər zaman İzə. Testləri var rəngarəng, çalışmalar həm ahəng, müəllimlərə verir dəyər, tədbirlərlə sevindirər. Sizə bir təklifim var ki, belə tədbirlərdən məktəblərdə şagirdlərlə də keçirəsiniz. Təşəkkürlər Aydə müəllimə. Sizin kitablarınızı çox bəyənirik. Həm keyfiyyət cəhətdən, həm də içindəki sual və tapşırıqlar cəhətdən çox gözəldir. Səhv demək olar ki, yoxdur. Uşaqlar çox bəyənirlər və həvəslə işləyirlər. Çox sağ olun, təşəkkür edirik. Xoş sözləri üçün Mehbari müəlliməyə təşəkkür edirik. İzə Nəşriyyatı, sizə işlərinizdə uğurlar, fəaliyyətinizdə davamlılıq arzu edirəm. Bizə bu çətin, məsuliyyətli və eyni zamanda şərəfli peşəni lazımınca yeni tədris şərtlərinə uyğun yerinə yetirmək vəzifəsini asanlaşdırdığınız üçün sizə sonsuz təşəkkürlər. Nəşriyyatınızın vəsaitləri üçün həqiqətən irad tutulacaq hər hansı bir yanlışlıq görmürəm. Tam əksinə, son nəşrlərinizin tərtibatı, uyğunluğu, ardıcıllığı mükəmməldir. Çox sağ olun, Elnura müəllimə. İzə Nəşriyyatının bütün əməkdaşlarına ilk öncə öz təşəkkürümü bildirirəm. Kitablarınızdan çox faydalanırıq. Kitabların rəngarəngliyi, tapşırıqların maraqlı və asan olması şagirdlərdə daha da çox həvəs yaradır. Bu cür layihələrin daha çox keçirilməsini istərdik. Kitab müəlliflərini tanımaq, onların uğurlarının şahidi olmaq bizləri sevindirir. Mehriban müəllimə, xoş sözləriniz üçün təşəkkür edirəm. Belə gözəl təşkilatçılıq üçün İzə Nəşriyyatına öz təşəkkürümü bildirirəm. İstərdim ki, belə tədbirlər şagirdlərimiz üçün də təşkil olunsun. Müəllim əməyinə dəyər verdiyiniz üçün minnətdaram, var olun. Xoş sözlərinə görə Vəfa Baxışovaya öz təşəkkürümüzü bildiririk. Bugünkü görüş mənə çox xoş gəldi. Təşkilatçılıq, Mikail müəllimin çıxışı, mənim müəllim olmağım işimi bir daha sevdirdi. İzə üçün daim bolluca müəllim ordusu arzu edirəm. Təşəkkürlər Rohangiz müəllimə.